Quran, Allahın kəlamı, Allahın biz insanların qurtuluşu üçün göndərdiyi kitab. O kitab ki, həmən kitabda zərrə qədər şübhə ola bilməz. O kitab ki, bütün insan və cin topluluqları yığılsa, həmən kitabın bənzərini yaza bilməz. O kitab ki, nicata çatmağımızın düsturlarını, imanımızı artırmaq, möhkəmləndirmək üçün qeybdən xəbərləri, həmçinin ibrət almağımız üçün Peyğəmbər qissələrini və daha çox möcüzələri özündə cəm etmişdir. Məhz bu videoda da Qurani Kərimin Allah kəlamı olduğuna qəti dəlil ola biləcək bir neçə ayədən bəhs edəcəm. İndi isə keçək videomuza. Bismillah, Əssəlamu aleykum və rəhmətullah. Bu video seriyası bir neçə bölümdən ibarət olacaq. Hər bölümdə bir və yaxud da bir neçə ayədən bəhs edəcəm. Onu da qeyd edim ki, bu ayələr Qurani Kərimdən məcburən çıxarılmağa çalışılan, filan ayədən filan ayəyə qədər olan rəqəmlərin toplamından əmələ gələn və yaxud da ki, Mendeleyevin cədvəlinə məcburən uzlaşdırılmağa çalışılan dırnaqarası möcüzəvi elmi ayələr deyildir. Hamımız bilirik ki, elm daima inkişaf edir. Və dəfələrlə şahid olmuşuq ki, mütləq doğru olaraq qəbul etdiyimiz bəzi kəşflər belə başqa bir dahi alimin kəşfləri ilə tamamilə dəyişmişdir. Məhz bu səbəbdən Qurani Kərimdəki bu dırnaq arası elmi möcüzələrdən bəhs etməyəcəyik. Çünki elm dəyişdikdən sonra bu ayələr həmən dəyişmiş olan elmi faktlarla uzlaşmayacaq. Bu zaman ortaya gözəl bir sual çıxır. Qurani Kərim xətalıdırmı? Elə məhz bu səbəbdən dolayı da biz bu tərz dırnaq arası möcüzəvi ayətlərə toxunmayacağıq. Bizim bəhs edəcəyimiz Qurani Kərimdəki ayələrin möcüzəvi yanı onun qəti olmasında, həmçinin 1400 il keçməsinə baxmayaraq ziddinin iddia belə oluna bilməməsində və Allahın bu ayələrlə yaradanı və onun dinini inkar etməyə çalışan şəxslərə meydan oxumasındadır. Keçək əsas məsələyə. Bu bölümdə sizə inşallah Məkkənin fəthindən bəhs edəcəyim. Məkkədən Mədinəyə hicrət etmiş müsəlmanlar öz doğma torpaqlarının həsrəti ilə yanıb tutuşurdular. Günlərin birində Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm öz yuxusunda müsəlmanlarla birlikdə yenidən Məkkəyə qayıtdıqlarını və saçlarını təraş etdiklərini görür. Peyğəmbərimizin sallallahu aleyhi və səlləm yuxuları real həyatda da birəbir yuxuda gördüyü kimi çin olardı. Məhz bu səbəbdən dolayı səhabələr elə həmin il Məkkəyə gedəcəklərini və orada ümrə ibadətini yerinə yetirəcəklərini zənn etdilər. Və müsəlmanlar bu səfərə hazırlaşmağa başladılar. Vaxt təyin olundu, ehramlar geyinildi, kəsmək üçün qurbanlar hazırlandı və müsəlmanlar silah-sursatsız deyiləcək qədər az bir təchizatla Məkkəyə yola düşdülər. Lakin səhabələrin zənn etdiyi olmadı. Hudeybiyyə adlanan bölgədə müsəlmanlar müşriklərlə sülh sazişi imzalamaq məcburiyyətində qaldılar. Üstəlik bu saziş müsəlmanların əleyhinə və müşriklərin lehinə olaraq görünürdü. Müsəlmanlar bu sazişi anlaya bilmirdilər. Çünki burada müşriklərin lehinə, müsəlmanların isə əleyhinə olan bir neçə şərt var idi. Misal olaraq şərtlərdən biri o idi ki, müsəlmanlardan kimsə dinindən dönər, müşriklərə sığınardısa, onlar həmən şəxsi müsəlmanlara geri qaytarmayacaqlar. Lakin müşriklərdən bir şəxs iman edər, müsəlmanlara sığınardısa, müsəlmanlar onu geri qaytarmalıdır. Bu şərt səhabələrə çox ağır gəlmişdi. Qədərə bax ki, məhz bu əsnada səhabələrdən bir şəxs müşriklərin əlindən qaçaraq qolları bağlı halda müsəlmanların yanına gəlmiş və onlardan yardım istəmişdi. Lakin nə qədər ağır olsa da, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm bu anlaşmaya sadiq qalaraq həmən şəxsi müşriklərə geri qaytarır. Səhabələr bunu anlamır. Axı Allah müsəlmanların dostudur. Bu halda necə ola bilər ki, müşriklərdən bir şəxs iman edər, müsəlmanlara sığınar, onlardan yardım istəyər. Buna baxmayaraq müsəlmanlar öz əlləri ilə həmin qardaşlarını müşriklərə geri təslim edərlər. Bu hadisədə bəzi müsəlmanlar müşriklərlə anlaşmayıb onlarla savaşmaq istəyirdilər. Lakin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu sazişə sadiq qalır.
Çünki o, Allah Subhanahu və Teala'dan vəhy alırdı. Elə bu məsələdə də müsəlmanların əleyhinə kimi görünsə də, bu sazişə sadiq qalaraq Allah Subhanahu və Teala'nın əmrinə tabe olur. Bəlkə elə səhabələrin unutduğu nüans da bu idi. Bu sazişin imzalanmasını Allah istəyirdi. Bu, Allahın bir qədəri idi. Müsəlmanlar çox ağırlarına gəlsə də, böyük bir təslimiyyət göstərərək Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin bu əmrinə tabe olurlar. Bu hadisədən sonra yenidən Mədinəyə geri dönürlər. Və yolda münafiqlərdən bəziləri biz heç Məkkəyə girmədik, heç saçlarımızı kəstirmədik, heç Kəbəni görmədik ki, deyərək müsəlmanların ağıllarını qarışdırırlar. Bu zaman Allah Subhanahu və Teala Fəth surəsinin 27-ci ayəsini nazil edir. Ayədə belə buyurulur: And olsun ki, Allah Rəsulunun gördüyü yuxunun haqq olduğunu ortaya çıxardı və siz Allahın izni ilə güvən içərisində saçlarınızı təraş etmiş və ya saçlarınızı qısaltmış olaraq qorxmadan Məscid-i Harama girəcəksiniz. Allah sizin bilmədiklərinizi bilir. Elə bundan əvvəl sizə yaxın bir fəth verdi. Ayədə görüldüyü kimi, burada gələcəkdən bir xəbər var. Zahirən müsəlmanların zəif, müşriklərin isə güclü olduğuna baxmayaraq, onların əminamanlıq içərisində Məkkəyə girəcəkləri vəd olunur. Əgər Qurani Kərim haşa bir insan tərəfindən yazılmış olsaydı, heç bir şəxs bu kimi riskə gedərək müsəlmanların bu halında onlara əminamanlıq içərisində Məkkəyə daxil olacaqlarını vəd etməzdi. Çünki hər kəs bilir ki, bu normal şərtlərdə gerçəkləşə bilməyəcək bir hadisədir. O ortamı bir təsəvvür eləyin. Müşriklər Məkkəyə hakimdirlər. Güc və say baxımından müsəlmanlardan üstündürlər. Müsəlmanlar isə əhval-ruhiyyə baxımından peşmandırlar. Və bu zaman Peyğəmbərimiz sallallahu aleyhi və səlləm müsəlmanlara hərb etmədən əminamanlıq içərisində Məscid-i Harama girəcəklərini vəd edir. Normal şərtlərdə gələcəyə dair belə bir riski heç kim gözə almaz. Çünki hamı bilir ki, bu vəd gerçəkləşməsə, bütün dava yerlə yeksan olar və həmin vədi verən şəxs də yalançı olmuş olar. Lakin çox yox, bir il sonra müsəlmanlar ayədə bildirildiyi kimi Məkkəyə daxil olurlar. Üstəlik, Hüdeybiyədə olduqlarından sayca daha çox, daha güclü və müşriklərlə hərb etmədən əminamanlıq içərisində. Bununla da həm Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yuxusu çin olur, həm də gələcəyə dair verilən bu qeybi xəbər bütün qəmginliklərə rəğmən öz əksini tapır. Bəli, bu yalnız və yalnız keçmişi və gələcəyi bilən, əziz və cəlil olan Allah Subhanahu və Teala'nın müdaxiləsi ilə ola bilərdi. Bu da onu göstərir ki, həmin zaman bütün gedişat və şərtlər müsəlmanların əleyhinə olsa da, Allah onlara Məkkənin fəthini qədər olaraq yazmışdı. Məkkənin fəthi sadəcə bir şəhərin alınması deyildi. Həm də Qurani Kərimin bu möcüzəsinin canlı formada reallaşmasıydı. Əgər bir zamanlar zəif bir toplumun taleyini bircə ayə ilə dəyişən bir kitab varsa, şübhəsiz ki, həmin kitab haqdır və aləmlərin Rəbbi olan Allah Subhanahu və Teala'nın kəlamıdır. Nə qədər zaman keçsə də bu ayələr əsla dəyişmir. Çünki ayələri göndərən zamanın və məkanın sahibi olan Allah Subhanahu və Teala'dır. Gələcək bölümlərdə görüşənədək. Vəlhamdülillahi Rabbil aləmin.